48 metr. Bəli. Yüksəklikdən gələn çox gözəl bir xanımdır. Necəsiz? Əlayam. Niyə alpinist? Azərbaycan Alpinizm məktəbində oxumuşam ki, bu işdə daha peşəkar olum, bu işi daha gözəl anlayım və bacarım. Həmişə bu cümləni xatırlayıram ki, uşaqlıqda deyirdim ki, mən bu dünyada hamını başa düşürəm, bütün işləri başa düşürəm. Amma bir tək həyatını riskə atıb dağlara çıxıb, zirvəni görüb və zirvədən düşən adamları başa düşə bilməm ki, axı bir insan nə üçün dağa getsin, özünü riskə atsın və sonra geri gəlsin? Nə olur, nə baş verir? Bax, elə bir bu mənim həyatımın sualı olubdu. İndi biz bu sualı Vəfa xanıma veririk. Niyə həyatınızı təhlükəyə atıb da 8848 metr hündürlüyə qalxdınız? Hə, məsələ burasındadır ki, Vəfa bu sualın cavabını belə tapdı ki, həyatı təhlükə təkcə dağlarda deyil. Everestə çatanda həqiqətən, yəni Everestlə bir insan kimi sanki göz-gözə gəldim, üz-üzə gəldim, yəni ruhumuz birləşdi. Fiziki olaraq, mənəvi olaraq bax əlimi belə sinəmə birləşdirdim və dedim ki, çox sağ ol, çox təşəkkür edirəm ki, sən məni çağırdın və mən çox təşəkkür edirəm ki, sən məni qəbul etdin. Vəfanın neçə illik xəyalı idi Everest? 2016-dan Azərbaycan dağlarına gedirəm. Dağlara getdikcə Azərbaycan dağlarında dəfələrlə çıxışlarım olandan sonra məni artıq başqa şey maraqlandırırdı. 5000-lik zirvə, 6000-lik zirvə, 7000-lik zirvə. Bazar düzünə getmişdim. Everestə getmədən öncə Azərbaycan hündür zirvəsinə bir də getdim. Everestdə olanda o qədər ora qədər qar suyu, əridilmiş qar suyu içirdik ki, bir müddətdən sonra artıq bədən qar suyunu da istəmir. Çünki düşünün ki, 1-2 butulka içirsən, elə bilirsən ki, doyacaqsan, amma ondan sonra daha da elə bir ki, dilin, dodağın, bütün bədənin bir-birinə yapışır da, yəni susuzluqdan. Ona görə mən Everestdən aşağı ana düşərgəyə geri qaydanda mənə qarşıladılar, təbrik elədilər. Nə yeyəcəksən, nə içəcəksən, mən bir dənə kəlməni xatırlayıram, dedim ki, nə olar, mənə bir butulka su verin. Onlar da bilirəm ki, mənə əridilmiş yenə də qar verəcəklər. Çünki ana kamp da özü yerləşir 5300 neçə metrdəsə. Mənə dedim ki, əgər butulka suyu varsa, lütfən mənə butulka suyu verin. Və mən o butulka suyunu görəndə o qədər ağlamışdım. Sevincdən o qədər ağlamışdım. Qeyd edək ki, Vəfa xanımın 2 qızı var. Bəli. Qızlarınız sizə ən çox hansı sualı verirlər? Mənim balacam hələ indi danışır, amma böyük qızım 16 yaşı var. Everestdən sonra əsasən belə deyim də, onu bir hiss olaraq, bir cümlə olaraq mənə dedi ki, mama, mən səndən həqiqətən qürur duyuram. Günlərin bir günü gələcək, sən bəlkə dərs otağında olacaqsan, bilmirəm. Bəlkə universitet otağında, leksiyada olacaqsan, bunu da bilmirəm. Amma sənə mütləq şəkildə mesaj gələcək ki, Sara, sənin anan qoyduğu hədəfə çatdı, Everestin zirvəsinə çatdı. Mən mayın 15-i Everestdə zirvəni vuranda dostlarımdan biri bu xəbəri görübdü sosial mediada və qızıma yazıbdı ki, Sara, mama Everest'i eləyibdi və Sara deyir ki, mənim gözlərim doldu və mən deyir, həmin sözü xatırladım ki, sən demişdin və bu necə də oldu. Bugün alpinistlərin günüdür, bizim günümüzdür. Yolumuz gözəl olsun, bu bizim bayrağımız həmişə zirvələrdə dalğalansın. Bu bizim üçün böyük bir qürurdur. Bu bir insanın nailiyyəti deyil, bu bir xalqın tanıtımıdır və xalqın nailiyyətidir. Nə xoş bizə.